Salam hörmətli izləyicilər. Bu dəfəki qonağımız politolog Tural Əliyevdir. Tural bəylə biz axırıncı dəfə təxminən bir il bəlkə də bundan öncə müsahibə eləmişdik. Ondan sonra müsahibələri dayandırmışdı və yenidən qayıtdı. Tural bəy, xoş gördük. Təşəkkür edirəm Səxavət bəy. Sizi də, dəyərli izləyiciləri də salamlayıram. Bəli, bir ildən çoxdur. Doğru. Təşəkkürlər bəy. Tural bəy, deməli, keçək artıq söhbətimizə, mövzumuza. Dünyada iki istiqamətdə, bir Amerika qitəsində, bir Asiyada ciddi problemlər var. Bunlardan biri Venezuela'dır, biri də bizim qonşuluğumuzda, cənub qonşumuz İrandadır. Və çox maraqlıdır ki, bu iki ölkənin hər ikisi neft ixracatçısıdır. Bu iki ölkənin hər ikisi Amerika ilə problemlər yaşayır. Bu iki ölkənin hər ikisi Çinə və Rusiyaya neft satırdılar. Daha çox iqtisadi əlaqələri onlar üzərindən qururdular. Və bu iki ölkənin birində artıq Amerika müdaxilə elədi, birində isə ölkə daxilində ciddi problemlər baş verir. Paralellər gətirərək bu iki ölkədə baş verən prosesləri nə ilə bağlıdır, niyə bunlar baş verir, Çin və Rusiyanın mövqeyi necə olacaq, Venezuela'da kimi susacaqmı, ümumiyyətlə İranda baş verən proseslər hara gedəcək, təbii ki İranla bağlı daha geniş danışacağıq bundan sonraki suallarda. Təşəkkür edirəm Səxavət bəy. Əslində sual mövzu o qədər genişdir ki, həm Qərb yarımkürəsi, bütövlükdə Amerika qitəsi, həm Avrasiya materikində gedən proseslər, Avrasiya materikində min illərdir həll olunmayan problemlər və zaman-zaman üzə çıxan konfliktlər, münaqişələr, müharibələr, iki dünya müharibəsinin Avrasiya materikində olması, buna gətirən səbəblər və s. və ilə. Konkretləşdirsək və zamanı da nəzərə alsaq, qısaca bunları şərh etsək, Venezuela ilə İran arasında bir incə bir bağlar var. Bu bağlar sizin də dediyiniz kimi ən çox Çinə və Rusiyaya bağlıdır. Çin daha ucuz neft alırdı. Niyə? Çünki hər ikisi sanksiya altındaydı və alış-veriş daha çox kriptovalyuta vasitəsilə olurdu. İranla daha çox dəyiş-düyüş, yəni İrana çatışmayan məhsulları Çin verirdi. Çin də əvəzində neft alırdı. Yəni Çinə bir növ indiki, daha doğrusu buna qədər olan geo-iqtisadi və geo-siyasi şərtlər Çin üçün əlverişliydi. Və üstə gəldiğinde Çin içində bir bonus olarak Rusiyanın sanksiyalar altında olmağı, Rusiyadan ucuz neftin Çinə daxil olması Çin üçün böyük bir bayram idi. Belə demək olarsa. Çünki hər üç ölkə neftlə zəngin, qazla zəngin ölkələrin üçünün də Qərblə münaqişəsinin, konfliktin olması Çinə ucuz xammal gətirirdi. Və Donald Trump üzərindən gəlsə, Donald Trump hələ birinci prezidentlik dönəmində o müəyyən mesajlar verirdi. Sadəcə olaraq bəziləri bunu qeyri-ciddi qəbul edirdi. Düşünürdü ki, artıq 21-ci əsrdir. Necə yəni bir dövlət başqa bir dövlətə daxil olar, onun ərazisini işğal edər və yaxud da hətta ən ağlasılmaz prezidentini belə iqamətgahından götürüb öz ölkəsinə aparıb məhkəmə qarşısına çıxardı. Yəni ən azından buna kimə sual versəydin, düşünərdi ki, böyük bir müharibə olardı. Bəli, uduza bilərdi hansısa tərəf. Təbii ki, müharibədə bir udan varsa, bir uduzan tərəf var. Amma biz bunun heç birini görmədik Venezuela üzərindən. Çox sakit şəkildə, sanki danışılmış, elə Maduro da oturub gözləyirdi ki, xüsusi təyinatlar Amerikanın Delta gəlsin, Maduro'nun həyat yoldaşı ilə birlikdə vertolyota qoyub, helikoptera qoyub aparsınlar Amerika Birləşmiş Ştatlar. Və İran daxilində gedən proseslər və Donald Trump'ın üzərindən gələn və Donald Trump zaman-zaman həmişə müsahibələrində deyək, bəyanatlarında deyək və yaxud da istər seçki qabağı kampaniyasında, hətta birinci prezidentlik dönəmində 2020-ci ildə İranla Venezuela qarşı konkret addım atıb. Sadəcə biz düşünə bilərik ki, yarımçıq qalmış məsələ birinci prezidentlik dönəmində İkinci prezidentlik dönəminə bir daşındı və Donald Trump hesab edir ki, bu iki yarımçıq qalmış məsələni həll etmək lazımdır. Özü çox təsadüf deyək, yoxsa maraqlı bir faktdır ki, hər ikisinə də qarşı Donald Trump'ın birinci prezidentlik dönəminin sonlarında konkret addımlar atıldı. 2020-ci il yanvar ayının 3-də
Qasım Süleymanın öldürülməsi, Bəli. konkret olaraq əməliyyat keçirildi və 2020-ci ildə 19-cu ilin axırı 2020-ci ilin əvvəlində Maduroya qarşı bir kiçik əməliyyat hazırlanmışdı. Hətta Donald Trump'ın 2 mühafizəçisi həbs edilmişdi. Əməliyyata Amerikanın istefada olan generalı başçılıq edirdi. Bu qeyri-rəsmi idi, istefada olan bir generaldı. Amma bu əməliyyat Kolumbiyada hazırlandı. Və görünür Venezuela'nın tərəfində olanlar, təbii ki Rusiya və Çin, qabaqcadan məlumatlandıraraq, yəni kəşfiyyat məlumatları ilə Venezuela bunun qarşısını ala bildi. Maduro bir ömrünü 5 ildə uzada bildi. Doğru. İkinci dönəmə gəlirik. Donald Trump yenə də seçki qabağı hansı mesajları verir? İrlandiya, Meksika, Latın Amerikası ölkələrinə qarşı, konkret Maduroya qarşı sərt addımlar atacağından bağlı ismariclər verirdi və İran və təbii ki bütün bunların fonunda Çin. Çünki Çin ən böyük iqtisadi bir potensialı olan dövlətdir və Amerika Birləşmiş Ştatları ilə onun arasında bir ticarət müharibəsi oldu. Düzdür, tarif qalxdı, düşdü. Amma Donald Trump'ın bu mesajları artıq reallaşmağa başlayır. Və Venezuelanı, düzdür, burada bir nüansı qeyd etmək lazımdır. Çünki Donald Trump Maduronu bəli, həyat yoldaşı ilə həbs etsə də, amma bu o demək deyil də Venezuela artıq həll olunur. Çünki böyük bir ölkədir. Daxildə hələ problemlər var. O problemlərdən biri hakimiyyətlə bağlıdır. Nə dərəcədə Amerika Birləşmiş Ştatlarına tam şəkildə loyal bir hakimiyyət olacaq. Amma mən düşünürəm ki, indiki keçiddir. Amerika Birləşmiş Ştatları bununla qane olmayacaq. Artıq o müxalifət liderinin bu yaxınlarda o Nobel sülh mükafatının verilməsi, o da bir mesaj idi. Çünki Donald Trump'a veriləcəkdi. Amma Venezuela müxalifət liderinə verildi, Machado xanım. İndi onun Amerika Birləşmiş Ştatlarında danışıqlar gedir və Venezuela qayıtması məsələsi müzakirə olunur. Və İran məsələsi, indi İranın daxilində gedən proseslər biz zaman-zaman kiçik ekskursiya etsək, bu 2009-cu il seçkidən sonraki aksiyalar, seçki saxtalaşdırılmasına qarşı o vaxt Musavi və İslahatçılar, bir yaşıllar hərəkatı vardı. Onlar həbs edildi, ev dustaqlığına çevrildi, sonra həbsdən azad edildi. Mahmud Əhməd Nicat gəldi, mühafizəkarlar qanadı, konservator. Sonraki dönəm 2019-cu il sosial bir partlayış oldu. İndiki olduğu səbəblər, inflyasiya, İran bölünməsi və İran daxilində iqtisadi problemlər və 2022-ci il Məhsə Əmini hicabla bağlı, çadırla bağlı aksiyalar. Amma biz görürük ki, bütün aksiyaları biz cəmləşdirsək, görəcəyik ki, bunların hər birinin təbii ki, xarici müdaxilələr var və daxildən gələn problemlər var. Daxildə nədir? Artıq biz hələ xatırlayırsınızsa 2023-cü ilin sonlarında bir post-Xamneyi dövrünə hazırlıq getdiyini bildirmişdik. Niyə? Bunun gələn səbəblər var. Çünki Xamneyi yaşlı bir insan və birləşdirici fiqurdur. Adətən bu tipli rejimlərdə, dini klerikal hakimiyyətlərdə fiqur çox önəmlidir. Çünki bir fiqur arbitr rolunu oynayır. Yəni onun ətrafında olan qruplar, maraq dairələri müəyyən bir lider ətrafında narazı olsalar da ancaq o liderliyini qəbul edib müəyyən dərəcə susurlar. Və bu liderin artıq xəstəliyi, yaşlılığı başqa bir qrupları artıq oyadır və suallar yaranır. Bundan sonra nə olacaq? Baxın, indiki gedən İrandakı proseslər əslində bunun cavabıdır. İndi xarici faktorlar başqa məsələ. Burada neft amili, Amerika Birləşmiş Ştatları, İsraillə olan 12 günlük müharibə, İranın yaxın şərqdə Suriyadan kəsilməsi, ona olan o qruplaşmalar, Şiə ayparası və s. məsələlər və bunlara qarşı xırda əməliyyatlar, böyük əməliyyatlar. Yəni bu İran ətrafında sanki bu qayçılanırdı İrana bağlı qruplar. Və təbii ki, ən sonunda gəlir İranın daxilində. Çünki böyük müharibə ilə İran əksinə, İran daha da güclənə bilər. Bunu təbii ki, qərb analitikləri də,
kəşfiyyat orqanları gəl bunu yaxşı anlayırlar. Çünki böyük müharibə İranın əksinə konsolidasiyasına səbəb olur. Çünki nə qədər xaricdən çox müdaxilə olsa, bir daxildən milli ideologiya ətrafında, dini ideologiya ətrafında birləşib xaricə daha böyük zərbə vura bilərlər. Biz bunu İraq müharibəsində də gördük də, İranın möhkəmlənməsinə xidmət etdi. Ona görə də əvvəlki səhvləri qərb etmir. Böyük müharibə etmir, amma xırda-xırda daxildən, təbii ki, İran daxilində vahid möhtəkir qrup deyil, orada da xaricə bağlı qüvvələr var. Təbii. İndi Venezueladan sonra İranda əgər təbii ki, proseslər göstərir ki, İran artıq rejimi qocalıb, yaşlaşıb. Bundan sonraki o mənzərə, İranın gələcəyi ilə bağlı suallar çoxdur. Çünki İranın özündə belə qeyri-müəyyənlik var ki, Xamneydən sonra nə olacaq, kim olacaq, hansı lider ətrafında, o dini rəhbər ətrafında birləşə bilərik suallarım. Əgər hipotetik olaraq təbii ki, düşünürük ki, bu artıq İranda rejimin zəifləməsinə gətirib çıxardacaq və bu halda İranda qiyafəsini dəyişsə və başqa dünyəvi bir proseslər getsə İran daxilində, onda Amerika Birləşmiş Ştatlarının və Qərbin, daha sonra Amerika Birləşmiş Ştatları, İranla bağlı İranın açılması qərbə və üstəgəl Venezuela nefti bu birbaşa olaraq Çinin nəzarətindən çıxması deməkdir. Hətta suallar olunur ki, neft düşəcəkmi? Əksinə neft düşməyəcək. Çünki neftin düşməyi yenə də Çinə sərf eləyir. Bu baxımdan təbii ki, Amerika Birləşmiş Ştatları da fikirləşir ki, yaxşı, bu qədər əməliyyatlar aparılır, bu qədər pullar xərcləndi, Venezuela hakimiyyət dəyişikliyi, İrandakı əgər hakimiyyət dəyişiləcəyi halda neft düşəcəksə, Çin yenə qazanacaqsa, onda burada udan tərəf kimi olur. Yəni, biz əsas məqsədlərdən biri Çinin ram edilməsi idi də. Çinin daha çox ucuz neft bazarından çıxarılması idi məqsəd. Bu baxımdan Rusiya da sərf eləyir. Çünki Rusiya da neft satan ölkədir, neft-qaz ölkəsidir, xammal satır. O da görünür, onların da müəyyən proqnozları var ki, tam bazarda ölməyəcək neft. Bu baxımdan Çin daha çox Rusiyaya möhtac olacaq, daha çox yaxınlaşacaq. Onda sanksiyalar da götürülsə Rusiya üzərindən daha legal alış-veriş olacaq bu şəkildə. İndi bilmədim, sual daha geniş olduğuna görə daha böyük bucaqdan gəldim ki, həm aydın olsun ki, yəni indiki proseslərin bu cari siyasətdir də, bunun gələn tarixi proseslər var, tarixdən gələn məqamlar var. Ona görə də hal-hazırdakı biz qısatsaq, sizin sualınız olaraq, Venezuelanın və İran arasında paralellik, bu ilk növbədə Çin və İranla Venezuelanın neftlə zəngin olmağı və üstəgəl İrandakı artıq rejimin müasir dünyada gedən proseslərlə ayaqlaşa bilməməsi. Çünki İranda əhalisinin böyük hissəsi gənclərdir. Sosial çağırışlar var, sosial sifarişlər var. Dünya bu dəqiqə elə böyük texnoloji inqilablar ərəfəsindədir ki, bir rejim 50 il, 60 il, 100 il, 50-60 ildən artıq gedə bilmir. Biz bunu SSR timsalında da görə bilərik və digər Yugoslaviya timsalı. Tural bəy, sualım bu yöndə olacaqdı. Misal üçün, SSR bir ideoloji dövlət idi, sosialist bir dövlət idi və 70 il bir tab gətirə bildi. Və əslində biz həm də nəyi şahid oluruq? Bəzən imperiyalar və yaxud da ki, böyük dövlətlər və yaxud da ki, ideoloji dövlətlər parçalanmağa doğru gedəndə dövlətin özü maraqlı olur ki, bunu daha çox parçalasın və oradan öz xeyrinə dəyişsin. Yəni, kənardan da müdaxilə olsa da, dövlət özü reaksiya verir ki, bu parçalanmanı elə özü həyata keçirsin.
Və buradan özü qazançlı çıxsın və buradan indi İranda baş verən SSR-də də bu müəyyən qədər bu mənada var idi. Çünki bəzi insanlar deyir ki, bunu Amerika dağıtdı, bəziləri deyir Böyük Britaniya dağıtdı, amma bəzən də ruslar özləri deyir ki, bunu elə əslində 3 ölkə qurmuşdu, 3 ölkə də özü dağıtdı, bilərəkdən dağıtdı. Və əslində bu məsələn bir çox zamanında Sovet KGB-sində xidmət eləmiş zabitlər var ki, onlar açıq indi mətbuata müsahibələr verəndə də açıq-açıq bildirirlər ki, SSR-nin dağılmağını onlar birinci el onlar bilirdilər. Yəni dövlətin xəbəri var idi. Yəni hər kəsin xəbəri var ki, bu dövlət dağılır artıq. Yəni bu gedə bilməz, mümkün deyil. İndi gələk biz bu İran məsələsinə. İran teokratik rejim və teokratik rejimdən əlavə məsələn SSR-də KGB nə idisə, indi orada artıq daha çoxlu sayda daha güclü orada xüsusi xidmət orqanları, nə bilim, hüquq mühafizə orqanları fərqli formada var bunlarda. Sizcə İran özü özünü bu prosesə o gücü varmı ki, prosesi özü idarə eləsin və özü buradan qazançlı çıxsın? Yoxsa İran burada hansısa formada və qurban ola bilər? Misal üçün, xüsusən baxırıq biz Kürdlər istiqaməti, Kürdlərin yaşadığı istiqamətdə daha çox problemlər var. Beluç onsuz da Pakistan, Hindistan və İranın bir nömrəli problemlərindən biridir. Və bu necə ola bilər? Və əlavə suallarım da olacaq. Əslində konkret buna cavab alım, ondan sonra digər suallara keçəcəm. Sadəcə olaraq bu şəkildə məsələyə yanaşaq. SSR-nin dağılması səbəblərinə biz baxsaq, ilk növbədə Amerika Birləşmiş Ştatlarının Qərb bloku sanksiyalar, müdaxilə, Əfqanistanla bağlı kampaniyada Qərbin təpkisi, SSR-in Əfqanistan burulğanından çıxa bilməməsi, oradakı o böyük itkilər, texnikasının itirilməsi, əskər ölümləri və ən vacib səbəb iqtisadi zəncirin qırılmasıdır. Çünki iqtisadi faktorlar çox önəmlidir. Baxın, bugünkü İranda da baş verən nədən irəli gəlir? İnflyasiya, yəni İran pulunun ölməsi, devalvasiyanın yüksəlməsi, iqtisadiyyatda birinci görürsünüz də ticarətçilər çıxır, yəni mağaza sahibləri. Çünki əhali üçün, vətəndaş üçün, sahibkar üçün fərq etməz. Bu kiçik sahibkardır, orta sahibkardır, böyük sahibkardır. Bunlar üçün ən vacib olan ölkədəki iqtisadi durumdur. İran demək olar yarandığı indiki rejim hakimiyyətə gəldiyi vaxtdan, dini hakimiyyət qurulandan bu tərəfə sanksiya altında. Nə qədər neftini qeyri ənənəvi yollarla, illegal yollarla satsa da, başqa dövlətin bayrağı altında tankerlərlə satsa da, amma açıq bazar münasibətləri daha böyük gəlir gətirir. Doğru. Necə ki, biri var, lap lori dildə desək, biri var, bir insan sahibkar açır mağazada hər şey satır, biri var, piştaxtanın altından satır, qorxa-qorxa. Birdən amanın günüdür, vergi gələr, polis gələr, iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsi gələr. Yəni, insan xəstəlik içində olar da, yəni qorxa-qorxa satır. Biz bunu SSR-in son dönəmlərində də görmüşdük də. İndi biz uşaq olsa da böyüklərimiz xatırlayıram, danışırdılar ki, yəni elə defisit mallar var idi ki, xaricdən gələn, bunlar açıq sata bilmirdilər. Məcburdular bunu gizli yollar. Xüsusi adamlar var, evlərinə gedirdilər. Yəni, məhz iqtisadi quruluş da SSR-in dağılmasının o aparıcı və təkanverici səbəblərindən biri oldu. Çünki sistem, iqtisadi sistem özünü doğrultmayanda artıq o iplər qopur. Və bunun arxasında dayanan qruplar, o İran üzərindən gəlsək, bayaq toxunduğum məsələdə də İran üzərindən, İran daxilində də qruplar var. Müəyyən qruplaşmalar var. Başqa özlərinin namizədləri var ki, dini liderin yerinə gətirsinlər. Və yaxud da bu rejimin ümumiyyətlə getməsini istəyənlər də var. Bu, böyük pul sahibləridir və əllərində böyük kapitallar var. O kapitalı istər xaricdə də ola bilər, daxildə də ola bilər, İran daxilində. Onlar bunu potensial təhlükə görürlər və heç kim düşünməsin ki, bugün İranda birdən-birə elə insanlar sözləşib gəlmirlər aksiyalara. Yəni, bunun təşkilatçıları var. Amma biz nəzərə alsaq ki, İran qapalı ölkə olduğuna görə,
bir müxalif təşkilat, partiya olmadığına görə, bütün şəhərlərdə fəaliyyət göstərmədiyinə görə alternativ yol nə qalır? Deməli, İran daxilindən gələn sifariş. Burada iki yenə də məqam var. Ya Xamneyinin ətrafında ona bağlı olan qüvvələrin özünün, yəni bilərəkdən olaraq meydanda kim var, kim yox, zaman-zaman biz görmüşük bu cür aksiyalarda bir təmizləmə əməliyyatı, hansı dövlətlərə bağlı qruplar var, kimlər var, hansı burada təşkilatlar mı deyim və yaxud da insanlar mı deyim, toplumlar mı deyim, kiməsə bağlı olanları dərhal zərərsizləşdirilsin və yaxud da ikinci variant oldu. Halbuki mən elə düşünürəm ki, artıq bu 100% demək olmaz ki, bu elə Xamneyə bağlı qüvvələrin bir işidir. Çünki bu görünən siyasət odur ki, bu biraz daha da irəli gedib ötəki aksiyalara baxanda görünür ki, bu hakimiyyətə sərf edən formada getmir. Deməli, buna əks qüvvələr hansı ki, artıq ya Xamneyinin yerində başqa öz namizədləri var və yaxud da ümumiyyətlə bu dini rejimin getməsini istəyənlər var. Onların bir araya gəlib atdıqları addımların o ilkin sədalarıdır görünür İran daxilində. Bu baxımdan bir ayda ola bilər, bu 2 ayda ola bilər. Lakin düşünürəm ki, artıq rejimin bundan sonraki belə bir böyük bir zamanı qalmır. Və sualınızın da lap konkret cavabına gəlsək ki, bəli, böyük dövlətlər, imperiyalar zaman-zaman o təhlükələri hiss edəndə o dövlətçilik ənənəsi olan imperiyaların bir immunitet sistemi olur, immun sistemi olur. Necə ki, bədən bəzi xəstəliklərə qarşı o reaksiya verir. O dövlətlərin də reaksiyası çevikdir. Bəli, İran elə bir çevik hərəkət edə bilər ki, heç nə olmamış kimi demokratik bir rejim gələ bilər. 1 ilə, 2 ilə heç nə olmamış kimi davam etdirə bilər. Və yaxud da federasiyada çevrilə bilər. Hətta ən pis senari parçalana da bilər və bu parçalama kimsə gəlib xəritə üzərindən parçalama etməyəcək. Bu milli, etnik, dini zəmində vətəndaş müharibəsinin nəticəsində də ola bilər. Yəni, prosesin ən təhlükəli proqnozu vətəndaş müharibəsinin olması. Çünki İran bizə qonşu ölkədir. İstənilən baş verən orada böyük bir kataklizm avtomatik olaraq regiona mənfi təsirini göstərəcək. Tural bəy, sonuncu variantınızın üzərində dayanaq. Çünki xüsusən Azərbaycanda və yaxud da ki, Qərbdə, xüsusən İsrailə bağlı olan ümumiyyətlə media qruplarında belə bir fikir var ki, İran parçalansın və yaxud da ki, parçalanacaq, farsların bir dövləti olsun, türklər, Azərbaycanlıların bir dövləti. Bunu anladıq. Amma burada sual çıxır ortalığa. Bu qədər də bəsit deyil əslində. Niyə görə bəsit deyil? Misal üçün, Kürtlər bir dövlət yaratdılar. Bu dövləti əgər İran ərazisində olsa, bu Suriyaya da təsir eləyəcək, İraqa da təsir eləyəcək və Türkiyəyə də təsir eləyəcək. Çünki bu bir istiqamətdən başlaya bilməz. Əgər burada başlayıbsa, bu konkret olaraq bu dediyim istiqamətlər üzrə gedib bir dövlət qurmağa çalışacaqlar. Və yaxud da ki, Beluzlar, onsuz da problemdilər. Beluzlar əgər İranda desələr ki, biz federasiya oluruq və yaxud da ki, müstəqil olmaq istəyirik, dərhal onlar sabahları Pakistanla ciddi problemlər və Əfqanistanla problemlər yaranacaq. Yəni, bu götürək hesab eləyək ki, lap İranı parçalayırlar. Burada problem yoxdur. Amma məsələ nədir? Kənar dövlətlər var axı. Bunların reaksiyası necə olacaq? Misal üçün, Türkiyənin reaksiyası necə olar? Pakistanın reaksiyası necə olar? Biz nə qədər də insanlar qəbul eləsə də, eləməsə də Əfqanistanın reaksiyası necə olar? Çünki Əfqanistan həqiqətən də taliblər problemdilər. Həm Pakistan üçün problemdilər, həm İran üçün problemdilər. O qədər problemdilər ki, İran hətta orada bir divardan bir sədd çəkmək niyyətində idi. Yəni, bu məsələlər var ortalıqda. Buna reaksiyalar necə olacaq? Və biz indi təbii ki, Azərbaycan böyük bir dövlət olmadığına görə indi Azərbaycanın da bir reaksiyası olacaq. Çünki orada sabahları Cənubi Azərbaycan, misal üçün, biz ehtimallardan danışırıq hər halda. O olsa, burada nə reaksiya baş verəcək? Burada nələr baş verəcək? Sabahları hesab eləyək ki, lap orada Cənubi Azərbaycan dövləti qaraldı. Onların Azərbaycana münasibəti necə olacaq? Hətta bu məsələ gedib Tiflisə qədər gedib çıxa bilər bu məsələ. Yəni, bu qədər də bəsit məsələ deyil əslində qalsa. Bu prosesi siz necə görürsünüz? Əlbəttə, Səxavət bəy, İran kimi böyük dövlət,
80-90 milyon əhalisi var. 1 milyon kvadrat kilometrdən böyük ərazisi var. Tarixi bir dövlətdir. 5000 illik tarixi var. Yəni ən azı bu coğrafiya. İran adı ola bilər elə bir qədim, amma faktiki olaraq İran adlı bu coğrafiyada bu dövlətlər olur. 5000 ildən çoxdur ki, bu dövlətlər olur. Yəni biz bunu görməzdən gəlmək qeyri-mümkündür. İranın potensial olaraq biz hər bir cavabının bir tarixdə baxışı olmalıdır. Yəni biz tarixdən baxsaq görərik ki, bu həmin anda hansı addımdır. İranın son 100 ildə, 100 il ərzində deyək, potensial olaraq bölünmə riski 45-ci ildə olub. 1945-ci ildə. İkinci Dünya müharibəsinin bitməsindən sonra faktiki olaraq bir 21 Azər hərəkatı, Pişəvəri hərəkatının arxasında SSR xüsusi xidmət orqanları, SSR-in də orada Cənubi Azərbaycan almaq istəyi, qoparmaq istəyi var idi. Amma Amerika Birləşmiş Ştatları və Böyük Britaniya təpkisi ilə SSR oradan qoşunlarını çıxarmağa məcbur oldu. Niyə? Birincisi, SSR yenicə müharibədən çıxmışdı və Britaniya və Amerika ilə üz-üzə gəlmə niyyəti yox idi. Və Amerika Birləşmiş Ştatları, İngilislər çox sərt şəkildə SSR ilə bu məsələdə güzəştə getmədi. Və SSR məcbur oldu, oradan qoşunlarını çıxardı İran ərazisində. Və İran bütövlüyü qorunub saxlandı. Sonra indi 50-53-cü illərdə orada müstəqil olub, baş nazir milliləşdirilib, nefti, sonra o devrilib, yenidən Şah Pəhləvi hakimiyyətə gətirilib, sonra oğlu, sonra onu da deviriblər, İrandakı rejim qorunub. Amma biz görürük ki, son 100 ildə sanki İranı qoruyan bir xüsusi Qərbin özündə də bir maraq qrupları vardı ki, İran bölünməsin. Niyə? Çünki İran dini İslam nöqteyi nəzərdən Sünni dövlətləri, o Ərəb, Fars, Körfəz ölkələrinə əks cəhbədə dayanan bir ölkədir. Və o balansı qoruyub saxlamaq üçün o Ərəb ölkələrinə, xüsusilə də Körfəz ölkələrinə, varidatı olan ölkələrə silah satmaq üçün ən gözəl bəhanə nədir? İran qorxusu, xofu. Ki biz olmasaq, İran Körfəzinin 1 aya, 2 aya sizi geri çəkə bilər, sizin üçün potensial təhlükədir və bu son 50 ildə Amerika Birləşmiş Ştatları nefti, Ərəb ölkələrinin nefti almasına baxmıyor, onlarla dəfələrlə artıq silah-sursat satır. Səudiyyə Ərəbistanı siz daha yaxşı bilərsiniz, araşdırmışsınız. Səudiyyə Ərəbistanı elə bir müharibə edən ölkə olmuyor, amma bəlkə də onun anbarlarında salafana açılmamış minlərlə, milyonlarla silahlar var. Hətta deyim ki, son 10 ildə təxminən dünyada ən çox silah alan ölkə Səudiyyə Ərəbistanıdır. Rekordçudur. Amma indi biz görürük nəyi müşahidə edirik? Sanki artıq dövlətlərin bütövləşməsi deyil. Bu 100 il bundan qabaqki siyasətə qayıdır. Birinci Dünya müharibəsi sonraki o siyasi və hərbi mənzərəni gözümüzün qabağına gətirək də. Onda o bəzi ölkələrin parçalanmasına rəvaz verilirdi ki, parçalansın. Məsələn, Yugoslaviyanı götürsək, 1918-ci ilə yaladı, 1990-cı ilə o hadisələri ilə daxildəki müharibələr və vətəndaş müharibəsi, daha sonra dövlətlər, o müttəfiq dövlətlər öz aralarında müharibə etdilər. Baxmayaraq ki, 90-cı illərdə bitib bu məsələ, amma bugün də orada Balkan ən problemli etnik xəritəsi zəngin olan, etnik xəritəsi rəngarəng olan Balkan bir barı çəlləyi olaraq qalıb Avropada. Ola bilsin, biz ehtimal edirik, təbii ki, çox proqnozlar var, çox ehtimallar var İranın gələcəyi ilə bağlı. Bu ola bilər federasiya olsun və yaxud da federasiya necə? Zəif mərkəzli bir federasiya, yəni o avtonom respublikalar özlərini idarə edəcəklər, amma bir formal olaraq Tehran qalacaq federasiya şəklində. Və yaxud da tam şəkildə qopma olacaq və deyək ki, bir Farsistan yaranacaq, məsələn, mərkəzdə. Necə ki, bugün Serbiya Yugoslaviyanın varisidir, Rusiya özünün SSR-nin varisi elan edib və bir neçə ildə o Farsistan tarixi nostalji hisslərinə arxaim olaraq
mübarizə aparacaqlar, mücadilə edəcəklər ki, bizim tarixi torpaqlarımızdır, biz yenidən birləşik olmalıdır və belə bir coğrafiyada yenidən bu etnik zəmində bu problemlər qaldıqca yenə də silah-sursatlar satılacaq, neftin kimin qruplaşmasında olacaq, orada rahat ticarət gedəcək, bu tərəfdə siyasi proseslər gedəcək. Yəni bir münaqişəli coğrafiyanı saxlayacaq. Bu da ola bilər, ehtimal olar. Amma yenə deyirik, hər bir istər necə ki SSR-in dağılmasının bu gündə hələ onun tam olaraq aradan qaldırılmayıb. Düz SSR-ilə İran bir deyil, təbii. Amma Təbii. da kiçik bir regionda böyük bir dövlətdir. Yəni bunun Türkiyədə təsiri, Azərbaycana da təsiri, İran körfəzinə təsiri. Amma ehtimal ki, İran artıq rejimin o yaşlı olmağı və rejim daxilində o zəifləmə, rejimin özündən gələn problemlərdir. Bu xaricə yansıyıb deyənə, bu daxildən çökdükcə daxildən bunun digər alternativ o qüvvə olmadığına görə, çünki İran qapalı ölkədir, o məsuliyyətin altına kim girəcək, kim bunu dünyavi dövlətə daşıyacaq, dünyavi hakimiyyət quracaq. Məsələn, bugün Pezeşkiyanı deyirlər, amma Pezeşkiyan da o qüvvədə, o gücdə olan şəxs deyil. Bunu açıq etiraf etmək lazımdır. Azərbaycanlıdır. Pezeşkiyan bir qədər də Qarbaçova oxşamır mı? Bəli, onun Qarbaçovunu da oxşadılar taleyindən. Hətta gələndə belə bir çox dostlarımızla biz müzakirəyə deyirlər ki, sanki bu Qarbaçovdur. Yəni bu gəlməyi ilə İranın SSR kimi dağılmağı necə bənzəyirsə, İran da ona o taleyi yaşaya bilər. Hətta belə irəli gedərək bu ehtimal da var ki, Pezeşkiyan Cənubi Azərbaycan Respublikası yaranarsa onun prezidenti də ola bilər. Yəni bu ilkin planlardan biri kimi. Təbii ki, bunlar ehtimal, amma hər ehtimalın doğrultması şansı var, faizi yüksəkdir. Heç kim deyə bilməz ki, baxırıq da, iki tirəli yaranıb. İndi bizdə adətən necə olur? Bir siyasi müzakirədə, proqnozda o dövlətə sevginin olub-olmadığına görə verilir. Əksər hallarda. Amma bu belə deyil də. Yəni bir dövləti, oradakı rəhbəri sevə də bilərsən, sevməyə də bilərsən, hörmət edə hörmət. Amma siyasət onu o formada qəbul etmir. Yəni indi burada iki tirəli yaranıb ki, İran rejimi qalacaq. Biz keçən mövzularda da, o keçən müzakirələrdə də bunu xüsusilə qeyd edirdik ki, Xamneydən sonra nə? Özləri də bilmir. Yəni onu kimə sual versən, bir neçə namizət var. Xamney öz oğlunu gətirmək istəyir. Xomeyninin oğlunun gətirilməsi, amma gətirmək istəmək başqa, bunu realizə etmək, bunu gətirib birləşdirici fiqur kimi qoymaq, ondan sonra hansı orada qopmalar olacaq, problemlər yaşanacaq. Orada böyük çəkisi olan nəsillər var ki, onu qəbul etməyə bilər. Çünki biz qəbul etmirik. Xamneyni var, Xomeyni ilə çiyin-çiyinə döyüşüb, yaralanıb, İraq müharibəsi keçib, vətəndaş müharibəsi keçib, inqilabın aparıcı fiqurlarından biri olub. Onun xatirinə, təcrübəsinə əsasən mənim dövr saxlıdır. Amma bu insan həyatı elədir ki, bu yaşlaşdıqca artıq rejimin də özü insan olaraq bu zəifləməyə doğru gedir. İndi hansı qüvvə bunu götürəcək? O biraz böyük sual altındadır. Ona görə İranın o böyük problemlər yaşanması bu baxımdan labüddür ki, o alternativ qüvvə yoxdur ortada. O şahı deyirlər, şah da o gücdə deyil. Çünki şahı sevməyən İranda yəni az deyil kütlənin sayı. Yəni İran elə 70-80% elə şahı oğluna olan sevgi o deyil. Yəni bunu qərb şişirdir. Amma görürsünüz ki, qərb də çox şahla bağlı ehtiyat edir. Çünki nəbz yoxlayır. Daxildən o sifariş varmı? Görürlər o qədər sifariş yoxdur. Məsələn, şahın şəkilləri yox, plakatları yox, pankratlar yox, biz şahı istəyirik. Bu, daxildən sadəcə olaraq iqtisadi və sosial problemlərdən doğan və rejimi istəməyən insanların bir haykırtısıdır. Tural bəy, bu variantlardan əlavə başqa iki variant da var. Bir, dövlət qabıq dəyişir.
tamamilə keçir, dünyəvi dövlətə keçir, teokratik rejimi atır, dünyəvi rejimə keçir və yaxud hərbi rejim gəlir. Yəni ordu görür ki, vəziyyət tamamilə başqadır, ordu məsələyə müdaxilə eləyir, zamanında Türkiyədə olduğu kimi. Və teokratik rejimi də məhv eləyir, tamamilə fərqli bir rejimə gətirib çıxardır. Sual bu olsun. Təbii ki, İranla Azərbaycan arasında münasibətlər həmişə enişli yoxuşda olub, yəni dalğalı olub. Heç vaxt bir ilin içərisində bütün illərdə həmişə də problemlər olub. Yəni daha yaxın olmuşuq, daha problemli olmuşuq. Sizcə İran dəyişərsə, demokratik, yəni demokratik deməyim də, onsuz da İranın seçkilər belə deyərdim, hətta deyərdim dünyada ən demokratik bəlkə də seçki onlarda keçirildi. Sekulyar olarsın. Yəni dünyəvi bir dövlət olarsa, dünyəvi bir dövlət olarsa, bunun Azərbaycan üçün müsbət tərəfi nə ola bilər, mənfi tərəfi nə ola bilər? Və yaxud da ki, Azərbaycan üçün İran hazırdakı teokratik rejimə qarşı duruş gətirmək daha asan idimi, yoxsa tamamilə fərqli? Və nəzərə almaq lazımdır ki, İranın bir qərblə bir immunitet də var. Yəni onsuz da məsəl üçün Azərbaycandan zamanında kimlərsə həkimlərə İranda xəstəxanaya gedən hamısı məlum olur ki, bunlar hamısı Avropada oxuyublar, Amerikada oxuyub gəliblər və bu teokratik rejimə qədər əslində İranda Avropa ilə həmişə bir işləyiblər. Bəlkə də 100 illərdir ki, Fransa ilə əlaqələri var, Böyük Britaniya ilə əlaqələri var. Yəni var da var. Bu necə təsir edə bilər regiona və xüsusən bizim Azərbaycana? Çox maraqlı sualdır. Əslində bu suala cavab vermək çox çətindir, həm də düşündürücüdür. Niyə? Çünki az əvvəl dediyim kimi biz qüvvələri bilmirik deyənə. Məsələn, bunu Rusiya misalında da deyə bilərik. Çünki alternativ, hakimiyyətə alternativləri biz görmədiyimizə görə biz prosesi gərək ortada olan, meydanda olan qüvvəni görəsən ki, ona uyğun bir proqnoz verək. Məsələn, bu rejim bütövlükdə gedərsə, yerinə gələn qüvvə və yaxud da siz dediyiniz kimi müvəqqəti olaraq hərbi bir diktatura qurulur və bu hərbi diktatura müvəqqəti olaraq ölkə daxili ilə məşğuldur. Bu həmişə belə olur. Çünki bu cür hadisələrdə, proseslərdə müvəqqəti qurulan hərbi diktatura, hərbi rejim daha çox ölkənin daxilindəki, sərhədləri daxilində problemlərlə məşğul. O hələ xaricə mesajlar verə bilməz. Bu bir növ Azərbaycan üçün bir nəfəslik ola bilər. Nəfəslik ola bilər. Məsələn, götürsək, Zəngəzur dəhlizinin Ermənistan ərazisinə keçməsi, açılması, planlaşdırılması, necə ki, bugünə qədər İran qırmızı xətti adlandırdı, özünün qırmızı xətti adlandırdı. Bundan istifadə edə bilər Azərbaycan, İrandakı o boşluqlardan. Və ondan sonraki biz bayaq dediyimiz ehtimallar İranda nə olarsa, nə qurularsa, amma zaman da, tarix da sübut edir ki, bir böyük dövlət tam parçalanmayana qədər o içərisindəki istər milli zəmində, istər dini zəmində, istərsə siyasi motivlərlə tam zəifləyib o kiçik düşməyənə qədər heç vaxt böyük iddialarından əl çəkmir. Yəni, bir il, 2 il proseslər gedə bilər, o xariclə bağlı, Azərbaycanla bağlı yumuşaq davrana bilərlər. Daxildəki özünün düşdüyü vəziyyətlə bağlı. Amma 2 ildən sonra, 3 ildən sonra İran, siz də dediyiniz kimi, sekulyar dövlət olarsa, qərbə açılış olarsa, rahat şəkildə resurslarını, İran potensiallı ölkədir. İstər əhalisi baxımından, alim baxımından da, elmi potensial baxımından da. 1 ildən sonra, 2 ildən sonra daha böyük güclə, amma buna digər dövlətlər buna razı olacaqlar mı? O sual var. Çünki İranın həmişə potensialını boğublar, kənara çıxmasına qoymayıblar. Bu da var, bu faktor da var. O potensialı gördüklərinə görə hiss ediblər tarixən ki, İran öz o potensialına arxayın olub xaricə və yaxud da regiona açılsa,
əslində başqa bir dövlətlər üçün də bu minusdur. Bunun qarşısını ala bilməzlər. O güc var. Amma dediyimiz kimi, bu şəkildə zəifləsə Azərbaycan üçün yeni imkanlardır. Və o şəkildə davam edib kiçik qruplar şəklində sekulyar mərkəz, zəif mərkəzli və yaxud da parçalanmış şəkildə olsa, onda Azərbaycan üçün bir növ cənuba tərəf bir nəfəslik açılacaq. Çünki İran-Azərbaycan münasibətləri tarixi baxımdan heç vaxt güclü İranla Azərbaycan heç vaxt bir yola gəlməyəcəklər. Niyə gəlməyəcəklər? Çünki İran bura öz ərazisinin davamı kimi baxır. Yəni, imperialist, necə ki Rusiya o torpaqlara necə öz tarixi ərazisi kimi baxırsa, İran da elə. Onlar tərəfdən baxanda. Tural bəy, əgər İranda proseslər indi hələ ki biz ehtimallardan danışdıq, amma bir şey nəzərə almaq lazımdır. Bəzən bir söz var, deyir, qonşuda əgər yanğındırsa, tüstüsü də mütləq ən azından zərər verir. Bu proseslər, yəni Rusiya Ukraynada bir müharibənin içərisindədir və müəyyən proseslərin içərisindədir eyni vaxtda. Rusiyada müəyyən iddialar var, Azərbaycanla bağlı, regionla bağlı, Qazaxıstanla bağlı, müxtəlif formada. Və İranda proseslər gedir. Təbii ki, bu iki, yəni Şimal və Cənub və bu iki Cənubi Qafqaz, ümumiyyətlə Cənubi Qafqaz üçün hansı təhdid, hansı təhlükə var? Çünki bu regionda maraqlar da çoxdur. Amerikanın var, Avropa İttifaqının var, Çin var, yeni oyuncu kimi Hindistan var, Rusiya İranı saymayaq, Türkiyənin var. Yəni proses bu regionda sağ qalmaq üçün nə etmək lazımdır? Ümumiyyətlə bu regiondan necə sağ çıxmaq mümkündür və təhdid və təhlükələr nə qədərdir? Neytral qalmaq mümkündürmü? Bir mənalı şəkildə neytrallıq son çıxış yolu deyil. Çünki elə bir an yetişir ki, artıq seçim etməli olursan və bu seçim nəticəsində də hansısa tərəfin yanında olmalısan ki, qarşı tərəfdən gələn zərbələrə davam edə biləsən. Başqa alternativ olmur. Çünki bu niyə belədir? Ən azından nəzərə almalıyıq ki, bizim dövlətin, ölkənin, regionun imkanları baxımdan. Yəni, elə güclü dalğalar var ki, neçə ildən bir davam edib, o güclü dalğanın qarşısında tab gətirmək üçün mütləq və mütləq güclü müttəfiqlərə ehtiyac var. Yəni, çox konfigurasiyalı geosiyasi oyunlarda tək başına buradan sağ çıxmaq imkansızdır. Mümkünsüzdür. Mənim sualım yarandı. Azərbaycanın iki əsas, yəni belə deyim də, Türkiyə əsas sayılır, Azərbaycanın müttəfiqidir. Bəyannamələri nəzərə alsaq, Azərbaycanın müttəfiqi Çin də sayılır, Pakistan var, Bakı bəyannaməsi var aramızda. Yəni Rusiya ilə bir bəyannamə var ortalıqda, nə olacaq, nə tər olacaq bəlli deyil və İsrail faktoru var. O zaman belə bir sual yaranır və dediyimiz təhlükələr yaranarsa, Azərbaycanı suverenliyini və dövlətçiliyini hansı dövlət və yaxud da ki, hansınla müttəfiqlik xilas eləyə bilər? Çox. Bugün məndə nəsə olur. Almaniyanın dəmir kansleri Otto Bismarck'ın gözəl bir sözü var. 5 geosiyasi qüvvə arasında üçünün yanında olmalısan ki, o balansı qoruyub saxlaya biləsən. 5 güc mərkəzindən üçünün ən azı yanında olmalısan. İndi burada bir tərəfli seçsən, o biri tərəfdə bir qızıq yaradacaq da. İndi biz əgər söhbət edək, burada söhbət Rusiya, Türkiyə, böyük dövlətlərdən gedirsə, tarixi bir imperiya dövlət. Yaxşı olardı ki, Azərbaycan üçün ən ideal variant Rusiya-Türkiyə münasibətləri düşmən səviyyəsində gəlib çıxmasın. Bax, onda təhlükə onda ola bilər. Çünki biz iki tirəlik arasında qalsaq,
çox çətin bir seçim olar. Amma bizə o formada da sərf eləyib, biz Qarabağ müharibəsində də bunu gördük. Rusiya ilə Türkiyə arasında zəif münasibətlərdə, mehriban münasibətlər, yüksək pik həddə çatsa da, aşağı səviyyədə də, amma hansısa bir məqamda bir konflikt yaşanmasın. Yəni, uzun müddətli konflikt. Kiçik müddətli ola bilər arasında. Amma böyük, uzun müddətli bir konflikt yaşanarsa və təsəvvürcə gətirik, hesab etsək ki, Türkiyə ilə Rusiya ilə bir ticari, diplomatik, siyasi, hətta hərbi qarşıdurmaya gəlib çatacaq bir tarixi məqam yetişərsə, onda bəli, region üçün arzu olunmaz faktordur. Biz bunu 100 il bundan qabaq da bir dəfə bu haqda danışmışıq, analogiya aparmışıq. Bax, onda Azərbaycan üçün təhlükə ola bilər. Amma bizə hələ ki, sərf edən forma budur ki, Rusiya-Türkiyə münasibətləri zəif də olsa, üzdən də olsa bu formada qalsın. O həlqələr qopmasın tam. Onda Azərbaycan hələ ki o bir neçə güc mərkəzi arasında bir manevr edə biləcək, edir. Tural bəy, burada önəmli olan məsələlərdən biri və dünyada biz görürük, 3-cü dünya müharibəsi termini çox istifadə olunur. Bəziləri deyir, artıq o müharibə gedir. Bəziləri proqnozlaşır ki, 28-də başlayacaq. Yəni, müxtəlif proqnozlar var. Amma bir çox mən analitik mərkəzlərin hesabatlarını və yaxud da ki, təhlillərini oxuyanda, açığı mənim xəritə üzərində baxanda da mənim şəxsi fikrim də bu yöndədir ki, əslində indi baş verənlər adı ola bilsin 3-cü dünya müharibəsidir. Sanki 1-ci dünya müharibəsinin davamıdır. Çünki o 1-ci dünya müharibəsində qalan qalıqlar, qalan problemlər artıq, yəni bütün coğrafiyalara baxanda biz bunun şahidi oluruq. Sanki bu baş verir. Siz necə düşünürsünüz? Ümumiyyətlə, bu böyük bir müharibə gözləyirsizmi və regionlar hara ola bilər? Böyük müharibə olması üçün 2 dünya müharibəsinin biz baxsaq, oradan o nəzər salsaq, orada bir bloklaşma var idi, bloklar var idi. Müttəfiqlər var idi və iki əks cəhbədə olan bir ittifaqlar var idi və o ittifaqlar arasında da münasibətlərin gərginləşməsi sonradan müharibələrə, alovlu müharibələrə çevrildi və adına 2 dünya müharibəsi qoyuldu. Və çox bir maraqlı bir misal çəkim. Məsələn, bugünə qədər 3 dəfə dünya bölünüb faktik olaraq. Birincini Westfal 17-ci əsrdə 30 illik bir mini dünya müharibəsi olub Avropa ölkələri arasında. Bəli. Birinci dünya müharibəsi, ikinci dünya müharibəsi. Yəni Paris, Versal və Potsdam. Burada bir dünyanın bölüşdürülmesi var. Və çox maraqlıdır ki, hər üçündə də Almaniya uduzub. Hər üçündə də Almaniyanın ərazisi kiçilib. Hər üçündə də zərbə ən çox Almaniya. İndi burada da görürük ki, bu dördüncü, rəsmən üçüncüdür, amma onu da nəzərsə o dördüncü. Üçüncü dünya müharibəsi də baxırıq ki, Almaniyanın başında fırlanır. Almaniya düzdür, dünən kansleri açıqlama verdi ki, biz Rusiya ilə müharibə istəmirik. Kollektiv Avropa. Çünki bilir ki, bütün oxlar yenə ona istiqamətlənir. Yenə də Almaniyanın o problem olaraq, Almaniyanın özünün bu üzərinə məsuliyyət düşsə, ağırlıq mərkəzi Almaniya düşsə, Almaniyanı da bu dəfə sağ-salamat buraxmayacaq. Ona görə də Almaniya hələ ki ehtiyatlı davranır. O şuarlar şəklində, əks şəkildə çıxmır. Bu baxımdan da 3-cü dünya müharibəsinin böyük formada gözləmirəm, amma regional toqquşmalar olacaq, kiçik dövlətlərə qarşı həmlələr olacaq. Amerika Birləşmiş Ştatları hələ ki qərb yarımkürəsi ilə məşğul olacaq. Necə ki, Amerika yarandığı gündən 1823-də Monroe doktrinası qəbul edib. 1823-cü ildə 1917-ci ilə qədər ümumiyyətlə dünya işinə qarışmır. Amerika qitəsi ilə məşğul olub. Pulla torpaq alıb, gücü çatana silah verib, qırdırıb, o qəbilələrlə belə alıb. Fransadan alıb, Rusiyadan alıb pulla, Britaniya ilə vuruşub, sonra alıb torpaqları. Belə-belə Almaniya, Amerika qitəsi ilə məşğul olub, Amerika Birləşmiş Ştatları. İndi də bu tarix təkrarlanır və Amerika qitəsinə çəkilməklə qərb yarımkürəsinə yenə də müşahidə aparır ki,
qoy Avrasiyada yorulsunlar, bu konfliktlər yorsun bu dövlətləri. Yenə də bir qlobal güc rolunda, bir xilaskar rolunda çıxsın, gəlsin yenə də silah satsın, tərəfləri razılaşdırsın, öz payını alsın, yenə otursun öz yerində. Tural bəy, sonuncu sualım və bununla yekunlaşdıraq. Təbii ki, indi bu qədər bu bir çox istiqamətlərdən danışdıq. İndi öz regionumuzdan da danışaq. Ermənistan, Azərbaycanda sülh müqaviləsi hələ yoxdur ortalıqda. Paşinyan, yəni seçkiləri gözləyir, qalib gələcək, gəlməyəcək. Onun özü də bir sual altındadır. Hələ nələr olacaq bəlli deyil. Bizim regionda necə? Yəni Cənubi Qafqaz, söhbət Gürcüstan, Ermənistan, Azərbaycan. Bu regionda belə hansısa bir münaqişə kimi, bir təhlükə, təhdid varmı? Ümumiyyətlə münaqişə ehtimalı varmı? Təhdidlər hər zaman var. Təbii. Cənubi Qafqaz regionunun sabitliyi, gələcək inkişafı, perspektivi asılıdır. Avropada həm Rusiya-Ukrayna müharibəsi, həm İran daxilində gedən proseslər, həm Türkiyədəki siyasi addımlar, siyasəti ilə bağlı Ərdoğandan sonraki nə olacaq proseslər bundan asılıdır. Əgər hər üçündə əsasən Rusiya, Türkiyə və İranda, çünki hər üçü son 30 ildir dəyişmir təqrib oldu. İran daha əvvələdir, amma son 30 il deyirəm ki, hər üçündə eyni sistemdir. Və bu sistemlərin qalmağı indiki gedən münaqişələr və daxildəki proseslərdən asılıdır. Hər üçündə indiki sistemin davamı olsa, halbuki mənim ehtimalım daha azdır ki, hər üçünün sistemin davamı varisi olaraq gəlsinlər. Hər üçündə sistem dəyişikliyi baş versə, onda Cənubi Qafqazın taleyi o hər üç ölkənin sistem daxilindəki proseslərinə bağlı olacaq. Orada daha dağıdıcı qüvvələr gələrsə, avtomatik olaraq Cənubi Qafqaza təsir edəcək. Stabilləşdirici, qurucu qüvvələr gələrsə, qonşu regional ölkələrlə dil tapmağa çalışarsa, onda Cənubi Qafqaz hələ ki nəfəs almağa davam edəcək. Düşünürəm ki, sualınıza cavab verə bildim. Məncə də cavab verə bildiniz və hətta düşünürəm ki, burada baş verənlərin heç birinin nə Ermənistana, nə Azərbaycana, nə də Gürcüstana aidiyyəti yoxdur. Müharibəni də başqaları eləyir. Yəni ən azından əsasını onlar qoyur və əslində sülhü də. Çünki məsələn Ermənistanla Azərbaycanla qalsa sülh eləyərdi. Amma bu imkan vermirlər. Tarixin düsturudur. Bəli. Bu bizim gördüyümüz nəticədir. Bu tarixin düsturudur. Doğru, doğru. Təşəkkür edirəm Tural bəy, vaxt ayırdınız və izləyicilərə təşəkkür edirəm ki, vaxt ayırdılar, bizə baxdılar. Çox sağ olun, var olun.